Gürcüstan Maliyyə Nazirliyinin İstintaq xidməti böyük miqdarda aksiz siqaretin qanunsuz saxlanılması və satılmasına görə bir nəfəri həbs edib. İstintaq zamanı Fargo və Milano markalı 150 min qutu siqaret aşkar olunubdur. Onların ümumi dəyəri 690 min lirədən çoxdur. Fakt Gürcüstan Cinayət Məcəlləsinin 200-cü maddəsi ilə araşdırılır. İstintaq xidməti cinayət sxeminə cəlb olmuş digər şəxslərin müəyyən edilməsi istiqamətində işini davam etdirir. Sadaqlı avtomobil gömrük məntəqəsində Ermənistandan gələn 9450 ədəd müxtəlif növ kəsilmiş çiçək saxlanılıbdır. Sərhəd karantin yoxlamasında çiçəklərin fitosanitar tələblərə uyğun olmadığı, bitkilərdə zərərverici orqanizmlərin törətdiyi zədələnmələr aşkar olunubdur. Qanuna əsasən yüklər ixracçı ölkəyə geri qaytarılıb. Daxili İşlər Nazirliyi son günlər keçirilən əməliyyatlardan 50 nəfəri narkotik cinayəti ilə bağlı saxlayıb. Onların əksəriyyəti narkotik satıcısıdır. Əməliyyat zamanı böyük miqdarda müxtəlif növ narkotik və psixotrop maddələr müsadirə olunubdur. Saxlananlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var. Polis həmçinin satış üçün hazırlanmış materialları, qanunsuz satılmış narkotikləri və narkotik ticarətindən əldə olunmuş vəsaiti də götürübdür. Faktla bağlı istintaq davam edir. Daxili İşlər Nazirliyi 1999-cu il təvəllüdlü Nİİ-ni hədələmə və həbs qəti imkan tədbirini pozmaq ittihamı ilə saxlayıb. Araşdırma zamanı müəyyən edilib ki, Nİİ oktyabr ayında 2000-ci il təvəllüdlü M.K-ni öldürmək təhdidi ilə hədələyibdir. Qadağan edici qərarı pozub. Faktla bağlı araşdırma aparılır. Türkiyənin Kocaeli şəhərindəki Derincə limanında aparılan əməliyyat zamanı 1 ton 508 kiloqram narkotik maddə aşkar olunub və 5 şübhəli saxlanılıbdır. Əməliyyat Daxili İşlər Nazirliyinin Baş Narkotiklə Mübarizə İdarəsi və Ankara polisinin birgə fəaliyyəti ilə həyata keçirilibdir. Kocaeli, İstanbul və Artvin polis idarələri limanda əməliyyata dəstək verib. Daxili İşlər Naziri Ali Yerkaya bildirib ki, mübarizə xüsusilə gəncləri və bütün vətəndaşları narkotikdən qorumağa yönəlib. Gürcüstan-Azərbaycan sərhədində düşən C-130 təyyarəsində şəhid olan 20 hərbiçi üçün Ankara Mürdət Hərbi Hava Bazasında anı mərasimi keçirilibdir. Təyyarə qəzasında şəhid olanlar bir dəqiqəlik sükutla yad edilibdir. Daha sonra Qurani-Kərim tilabəti və dualar oxunubdur. Şəhidlərin kimlikləri elan edildikdən sonra mərhumlar təyyarələrlə vətənlərinə yola salınıbdır. Tədbirdə Türkiyə Böyük Millət Məclisinin sədri, Milli Müdafiə Naziri, digər dövlət rəsmiləri, Azərbaycan Hərbi Hava Qüvvələri komandiri və səfir, eləcə də şəhidlərin ailələri iştirak edib.